Salam hörmətli tədbir iştirakçıları. Bugün 28 may müstəqillik günümüzün 107-ci il dönümünü qeyd edirik. Bu tədbirə 3-cü sinif şagirdləri hazırlaşıblar və onlar bayramınızı təbrik edirlər. Bəli, biz xoşbəxtik ki, müstəqil Azərbaycanın müstəqil evlatları, xoşbəxt evlatlarıyıq. Bugün biz 28 may müstəqillik gününün 107-ci il dönümünü qeyd etmək üçün yığışmışıq. Biz çox sevinirik ki, müstəqil Azərbaycanın vətəndaşlarıyıq. 28 maya çox yaraşır toy düyün, əbədi bahar gəlib yurdumuza həmin gün. Həmin gün qəlbimizdə neçə arzu dil açıb, təkcə bağda düzdə yox, qəlbimizdə gül açıb. Yurdumun adı var, ölkələr sırasında, aylar, günlər arasında. Əziz günüm, ayım mənim, 28 mayım mənim. Müstəqillik bayramındır, bugün sənin Azərbaycan. Xoşbəxt gülər məqamındır, yoxdur sənin Azərbaycan. Bugün sərbəst bir ölkəsən, qonşulardan sən öndəsən, uğruna böyük əhsən, safdır sənin Azərbaycan. Dünyaya səs salıb adın, şərəflər sən ucaldın. Diləyindir hər övladın, ucal ümətin Azərbaycan. Neftin qazın bir məlhəmdir, düşmənlərə min ərhəmdir, dostlarına çox kərəmdir, sədaqətin Azərbaycan. Gəlin indi 28 may müstəqillik gününə aid xronologiya dinləyək. 1918-ci il may ayının 28-də Azərbaycan müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. İstiqlal Bəyannaməsi qəbul edilməsi ilə müsəlman dünyasında ilk parlament demokratiyası Azərbaycan Xalq Cümhuriyyəti əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti suveren ərazisi 114 min kvadrat kilometr idi. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın Milli Şurasının ilk sədri Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Xalq Cümhuriyyəti dövründə ilk dəfə qadınlara seçki hüququ verilib və qadın-kişi bərabərliyi təmin olunub. Milli ordu yaradılıb, milli valyutanın dövriyyəyə buraxılıb, milli bank təsis edilib. Demokratik dövlət olan yeni cümhuriyyət beynəlxalq əlaqələr qurub və beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprel 28-də Bolşevik işğalı nəticəsində devrilib. Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi Cənubi Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil hüquq, müstəqil bir dövlətdir. 2. Müstəqil Azərbaycan dövlətinin şəkil idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor. 3.
Azərbaycan Xalq Cumhuriyyəti bütün millətlər və bilxasə həmcüvar olduğu millət və dövlətlərlə münasibət-i həsənə təsisinə əzm edər. 4. Azərbaycan Xalq Cumhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi siyasiyyə və vətəniyyət təmin edər. 5. Azərbaycan Xalq Cumhuriyyəti ərazisi daxilində yaşayan bir cümlə millətlərə sərbəstana inkişafları üçün geniş meydan buraxır. 6. Məclis-i müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında Aray Ümumiyyə ilə intixab olunmuş Şuray Milli və Şuray Milliyə qarşı məsul hökuməti müvəqqətidir. İmzaladılar Həsən bəy Ağayev, Fətəli xan Poyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Kacinski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik Yeqanov, Mustafa Mahmudov. Xalq Cümhuriyyətinin yaradıcıları və onların fəaliyyəti qadağan olunmuşdur. Hətta Azərbaycan tarixçilərini də Azərbaycan Xalq Cümhuriyyətinin adının çəkilməsi qadağan edilmişdir. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bütün qadağalara son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himni bərpa edildi. Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan Xalq Cumhuriyyəti dövründə 1918-ci ildə qeyd olunmuşdur. Cərbimiz 1937-ci ildə, himnimiz isə 1992-ci ildə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının bayrağının 3 rəngi var: göy, qırmızı, yaşıl. Göy türkçülüyü, qırmızı müasirliyi, yaşıl isə Azərbaycan xalqının İslam dini olmasını bildirir. Cərbimiz isə qalxan formasındadır. Qalxanın ortasında Azərbaycan Respublikasının bayrağının rəngləri fonunda 8 güşəli ulduz, ulduzun mərkəzində isə alov vardır. Alov o deməkdir ki, Azərbaycan odlar ölkəsidir. Altında isə palıd budaqları və sümbüllər təsvir edilmişdir. Himnimizin sözlərini Əhməd Cavad yazmış, musiqisini isə Üzeyir Hacıbəyov bəstələmişdir.
çıxışlarından birində qeyd edib. Bugün bu bayram günü biz Azərbaycanda ilk demokratik respublikanın qurulmasında və fəaliyyət göstərdiyi xidmətlərə görə Məmməd Əli Rəsulzadəyə, Topçubaşova, Fətəli xan Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürlüyümüzü bildiririk. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaq. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaq. Xalqımızın fəxri şanı, hatırlayım ansanı, dolanmışam bütün yanı, Heydər ata, Heydər baba, vətənimi azad edən, qədrimi daim bilən, torpağımı qəlbən sevən, Heydər ata, Heydər baba. Həm mən sən, həm də günək, Türk tanımından ulduzu, qəlbimizdə müqəddəs, Heydər ata, Heydər baba. Bu siyasətini hazırda Prezident İlham Əliyev davam etdirir. Azərbaycan dövlətinin başçısının tarixi keçmişimizə varisi olduğumuz Xalq Cümhuriyyətini bu qədər önəm verməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Respublika günü 1991-ci ildən dövlət müstəqilliyinin bərpasından sonra dövlət bayramı kimi qeyd olunur. 15 oktyabr 2020-ci ildən Respublika gününün adı dəyişdirilərək müstəqillik günü olmuşdur. İlham Əliyev cənablarının rəhbərliyi ilə şanlı Azərbaycan ordusu 44 gün davam edən vətən müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək tarixi zəfərə imza ataraq uzun müddət işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Bu Azərbaycan xalqının tarixi qələbəsidir. Müqəddəs yoldasan, dönməz yoldasan, xalqın haqq səsini ucaldan əsgər. Döyüş meydanında cəsur döyüşən, qələbə soraqlı qəhrəman əsgər. Qarabağ qolların açıb uzaqdan, səsləyir övladın qatır əsrətdən. Yaşa igid oğul böyüdən ana, yaşa Azərbaycan, yaşa ey vətən. Bizimdir qələbə, bizimdir zəfər, hər igid oğlun adıdır əsgər. Hürriyyət yolunda, vətən uğrunda, şərəflə, şəfqətlə, qeyrətlə öndədir əsgər. Rəşadətin önündə düşmən də təslim olur, hünərindən danışır, söz atır, hər kim olur. Azərbaycan əskəri, ayağın dəyən torpaq, əsirlikdən qurtarır. Sən qalxan ucalığa, dağlar həsəd aparır. Azərbaycan əskəri, vətən üçün canından keçməyə də hazırsan. Qəhrəmanlıq tarixi al qanunla yazırsan. Azərbaycan əskəri, saxta tarix yazanır, niyyəti bozulacaq. Sənin rəşadətindən dastanlar yazılacaq. Azərbaycan əskəri, Azərbaycan əskəri. Düşmən ordusuna gəlir əskərim. Elə uşaqlıqdan qoçaq olmuşsan, olub bildiyin dillər əzbəri. Soyuq düşən yerə uçar, payızda yağışla yerdən istəyər. Yurdun döşündə dayanan əskər, vətənin əskəri, mənim əskərim. Düşmənə elə bir zərbə vur ki sən, boynum yan olduqca onlardan olsun. Bu yolda canını qurban da etsən, sənə oğul deyən vətən sağ olsun. Bu yolda canını qurban da etsən, sənə oğul deyən vətən sağ olsun. Azad məğrur
bu gözəl vətən bizimdir. Buz bulaqlı yaşıl çəməni, bu gözəl vətən bizimdir. Buz bulaqlı yaşıl çəməni, bu gözəl vətən bizimdir. Görünən uzaq dağların, coşan mavi xəzəri, qara qızıla qızılı, bu gözəl vətən bizimdir. Əhməd Cavadın kəlləsi, Üzeyrin əzim bəstəsi, dillərdə əzbər olan, qəlbə yatan xoş himndir. Azərbaycan, Azərbaycan, bu gözəl vətən bizimdir. Azərbaycan, Azərbaycan, bu gözəl vətən bizimdir. Bu gözəl vətən bizimdir. Bu gözəl vətən bizimdir. Bu gözəl vətən üçün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Məktəbli dəftərimə yazmışam adını. Bembeyaz səhifələrə, bembeyaz səhifələrə yazmışam adını. Sən buradan uzaraq getdiyimiz yollara yazmışam adını. Ən gözəl gecələrə, bütün gözəlliklərə yazmışam adını. Geçmişə gələcəyə, azadlıq istəyimə, adını ürəyimə yazmışam. Dağılmış evlərimə, sönmüş işıqlarıma, yarımçıq divarlara yazmışam. Cümhuriyyət. Qılmaz qancağına, qılmaz qancağıma, içimdə gün aləmə. Gördüyüm yuxularda dənizin sahilinə yazmışam adını. Gözlərdəki yaşlara, yüzlərdəki gülüşə yazmışam adını. Qırçığın dostlarına, Azərbaycan elinə yazmışam adını. Geçmişə gələcəyə, azadlıq istəyimə, adını ürəyimə yazmışam. Dağılmış evlərimə, sönmüş işıqlarıma, yarımçıq divarlara yazmışam. Cümhuriyyət. 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 Azerbaycan'dan danışam, Azerbaycan'dan danışam, Azerbaycan'dan danışam. Başı qarlı dağlarından, yüreğimdə çaylarından, başı qarlı dağlarından, yüreğimdə çaylarından, Zeytin bulaqlarından, Zeytin yaylalarından,
Müstəqillik gününə həsr olunmuş tədbirimiz sona çatır. Sağ olun uşaqlar. Siz xoşbəxt uşaqlarsınız ki, müstəqil Azərbaycanın vətəndaşlarısınız.